Dostlar, hər vaxtınız xeyir. Mən bu gün sizlərə şəbəkə haqqında bəzi məlumatlar vermək istəyirəm. Belə deyək, daha doğrusu ilkin anlayışlar vermək istəyirəm. Düzdür, mən ixtisas olaraq bir şəbəkə mütəxəssisi deyiləm. Lakin müəyyən qədər bir bildiklərimi sizinlə bölüşmək qərarına gəlmişəm. Gəlin belə bir sualla qarşınıza çıxım. Şəbəkə nədir? Təbii ki, bunu hamı öz dili ilə fərqli bir izah verə bilər sizə. Lakin qısa olaraq belə izah edə bilərik ki, kompüter sistemlərinin bir-biri ilə əlaqə yaratması üçün bir mühitdir, şəbəkə. Və bu mühitdə, kompüter sistemləri dedikdə, hər hansısa bir qurğular olsun, istəyir printer olsun, istəyir bir kompüter olsun, IP telefonu olsun. Bu tip bir qurğuların, bir kompüter qurğularının, belə deyək də, bir-biri ilə əlaqə qurması üçün olan bir mühitdir. Hər bir kompüter şəbəkəyə qoşula bilər. İstəyir qlobal şəbəkə olsun, istəyir lokal şəbəkə olsun. Təbii ki, bunu fərqləri nədir falan. Bunu mən sizə videoda qarşıda izah edəcəm inşallah. Şəbəkəyə qoşulmuş qurğu host və yaxud da node adlanır. Host. Hostun IP-si nədir falan. Bu tip suallarla, IP-də siz qarşılaşa bilərsiniz. Bizim qarşısında oturub işlədiyimiz qurğu şəbəkədə lokal host adlanır. Bir də belə bir qurğular var ki, bizimlə eyni şəbəkədədir, lakin bizim qarşısında oturub əyləşdiyimiz bir kompüter olsun və yaxud da ki, bir qurğu olsun, bizim qarşısında olmadığımız qurğu, lakin bizim şəbəkədə. Buna biz şəbəkədə remote host deyirik. İstəyir biz o remote hosta hər hansısa bir üsulla qoşulu olaq və yaxud da olmayaq. Amma bizim şəbəkədədir, lakin bizim qarşımızda deyil. Bizim qarşımızda olsa, bu lokal host adlanacaq. Olmadığına görə bu remote host adlanır. Şəbəkəyə qoşulan hər bir hostun öz rolu olur. Buna belə deyək də, ya klient və yaxud da server rolu oynaya bilər. Yəni, ya bir müştəridir, ya da ki, bir xidmət göstərən. Məsəl üçün, hər hansısa bir server var, web serverdir, deyək ki, internet səhifələrinin özünü saxlayır. Bizim nəsə bir saytımız var, qurmuşuq, istəyir lokalda olsun, istəyir böyük internet kimi bir şəbəkədə olsun. Daxili istəyir web sayt olsun, ya da yaxud da ki, internet üzərindən qoşula biləcəyimiz bir web sayt olsun. Bu web saytı özündə saxlayan web server, adından da bəlli olduğu kimi server bizə xidmət göstərəndir. Lakin biz kompüterimizi açıb, Google Chrome-u açıb, həmin səhifənin adını yazıb qoşuluruqsa, artıq biz bir klient. Biz müraciət edənik, o isə bizə xidmət göstərən. Bu eyni qaydada istəyir faylları saxlasın. Fayl server deyilən bir anlayış var. Bu faylları özündə saxlayıb şəbəkədə bölüşən, kompüterlər deyilir. İstəyir web server olsun, istəyir fayl server olsun. Biz müraciət ediriksə klientik, xidmət göstərən server. Keçək növbəti slayda. Deməli, şəbəkə resursu. Şəbəkə resursu nədir? Şəbəkə resursu şəbəkə üzərində paylaşılan hər hansısa bir məlumat, hər hansısa bir şey şəbəkə resursu adlanır. Biz sadəcə şəbəkə üzərində hər hansısa bir fayl olsun, nəsə göndəririksə, artıq bu şəbəkə üzərində paylaşıldığına görə bu şəbəkə resursu adlanır. Bir də şəbəkə dedikdə, hər hansısa bir qurğunun sadəcə internetə çıxmağı nəzərdə tutulmamalı. Sadəcə iki kompüter qoyub bir-birinə internet kabeli vasitəsilə qoşsaq, bunun özü belə bir şəbəkə sahibdir. Şərt deyil ki, bizim internetə çıxışımız olsun. Sonra şəbəkənin bir neçə tipləri var. Bunlardan misal olaraq, PAN, Personal Area Network nümunə göstərə bilərik. Bu telefon, planşet kimi cihazlarda olan, Bluetooth şəbəkəsini buna misal göstərə bilərik. Bluetooth şəbəkəsi necədir? Çox kiçik və çox balaca bir ətraf mühiti belə deyək də idarə edə bilir. Siz Bluetooth-la böyük bir şəbəkə görə bilməzsiniz təbii ki. Sonra LAN şəbəkə, Local Area Network. Bu əsasən bir ofis olsun, bir ev olsun, bir binanın
daxilində olan şəbəkə növüdür. Yəni bizim hər birimizin evində olan şəbəkə LAN, yəni Local Area Network. Sonra CAN deyilən bir şəbəkə növü var, yəni Campus Area Network. Bir-birinə yaxın olan binalar arasında istifadə edilən bir şəbəkə növüdür. Yəni iki binanın, deyək ki, bir-birinə yaxın binalar var. Bunların arasında olan əlaqə, yəni bunların arasında olan şəbəkə tipinə deyilir. Sonra MAN, yəni Metropolitan Area Network bir şirkətin və yaxud da bir dövlət idarəsinin şəhər daxilindəki şəbəkə növüdür. Buna nəyi misal göstərə bilərik? Belə deyək, hər hansısa bir provider var və yaxud da saz modemlər var idi. Və indi də var daha doğrusu. Yəni onların hər yerdə tutulur. Yəni müəyyən bir şəhərdə tutulur, belə deyək də. Yəni bu şəbəkə tipini biz məncə MAN şəbəkə növünə aid edə bilərik. Yəni bir şirkətin və yaxud da hər hansısa bir qurumun şəhər daxilində olan şəbəkə növünə deyilir. Sonra ən böyük şəbəkə olan WAN şəbəkəsi, yəni Wide Area Network, buna internet kimi, yəni bütün dünyanı əhatə edən bir şəbəkə növüdür. Yəni ən böyük şəbəkə növüdür bir sözlə. İndi isə keçək LAN şəbəkəsinə, Local Area Network-a. LAN fiziki olaraq yaxın olan iki və daha çox qurğunun bir-birinə Ethernet kabeli vasitəsilə qoşulmasına deyilir. Bunun simsiz qoşulması olur. Artıq bu VLAN, yəni Wireless LAN adlanır. Lokal şəbəkə əsasən qoşulması üçün müəyyən bir topologiyalar var. Bunları mən növbəti videolarda sizə tam olaraq bildiyim qədərilə izah edərəm. Lokal şəbəkələr amma əsasən Starbus topologiyası ilə qurulur. Topologiya belə deyə bilərik, yəni bu xəritələndirmə. Yəni şəbəkənin hansı növdə, hansı xəritə üsulu ilə də, sadəcə belə deyək də, yəni bu qurğu harda yerləşir, burada hansı qurğumuz var, burada hansı serverimiz var, switchimiz var. Yəni bir sözlə, yəni topologiya xəritələndirmə kimi şəbəkənin xəritə üzərində göstərilmiş variantı kimi qəbul edə bilərik. Deməli, hub və switchlər, bunlar haqqında da danışmaq istəyirəm sizə. Hub sadəcə, yəni şəbəkəyə daha çox qurğunun qoşulmasına xidmət göstərən bir qurğu deyə bilərik. Və hubla switchdə eyni qaydada, bu sadəcə bunların bir fərqi var. Yəni hub smart deyil, yəni azılı olmayan bir qurğudur. Lakin switch smart olan bir qurğudur və belə deyək, biz switch üzərində hər hansısa bir fərqli konfiqurasiyalar edə bilərik. Mən bunları deyib, yəni daha çox məlumat yükləmək istəmirəm. Bunları növbəti videolarda mən sizə izah edərəm. Lakin hubda heç bir konfiqurasiya edə bilmirik. Sadəcə bir LAN kabeli taxdıq, məlumat gəldi. Digər LAN kabellə qurğuları qoşduq, gələn məlumat onlara göndərildi. Bir də belə bir fərqi var, əsas fərqi. Switch MAC adresləri əsasında işləyən bir qurğudur və deyək ki, 5 dənə qurğu qoşuludur bir hub'a və bu qurğulardan birindən digərinə məlumat keçməlidir. Hub bu zaman 5 portun, daha doğrusu yerdə qalan növbəti 4 porta məlumatları göndərir və məlumatı bir-bir göndərir. Əgər hansı qurğu qəbul edəcəksə, o məlumatı qarşılayır, bir sözlə belə deyək. Lakin switchdə hansı qurğunun hansı portda olduğu, yəni MAC adresi əsasında işlədiyinə görə, deyək ki, məlumat göndərən birinci port, məlumatı qəbul edən dördüncü port. Artıq birinci port məlumatı göndərən zaman qəbul edənin dördüncü port olduğunu bildiyinə görə bu məlumatı sadəcə dördüncü porta göndərir. Yəni bir daha bütün portlardan bir-bir soruşmur. Yəni sadəcə lol dildə belə deyə bilərik. İndi isə keçək wireless network, yəni simsiz şəbəkə. Simsiz şəbəkənin bir neçə standartları var. Məsəl üçün, ən çox vaxt gələcək standart 802.11 standartı, yəni Wi-Fi-nin standartıdır. Və gördüyünüz kimi slaytda da burada görsən. Yəni 802.11 görsəniz, bilin ki, bu, yəni Wi-Fi ilə bağlı bir nəsə məlumat, yəni orada keçən məlumat Wi-Fi ilə bağlıdır.
Bluetooth şəbəkəsinin də özünə məxsus standartı var 802.15.1 və MAN demişdik. Yəni MAN-ın da özünə məxsus bir standartı var 802.6. Wireless şəbəkə, yəni burada məlumatlar, yəni informasiya radio dalğaları vasitəsilə ötürülür. Və belə deyək, radio dalğaları vasitəsilə ötürüldüyünə görə burada həm kompüterdə ötürücü, həm də qəbul etmə xüsusiyyəti olan bir NIC. Yəni NIC nədir? Network Interface Controller. Yəni şəbəkə kartı, bir sözlə belə deyək də. Yəni Wi-Fi şəbəkə kartı olmalıdır ki, bu həm məlumatı ötürsün, həm də qəbul etsin. Sonra access point deyilən bir qurğu var, bir sözlə. Bu nədir? Onu mən sizə necə izah edeyim? Yəni simli qoşulmanı simsiz qoşulmaya çevirir. Yəni bizim bir şəbəkəmiz var və deyək ki, gəlin mən sizə bunu Google Chrome üzərindən göstərim. Biz Google Chrome-a sadəcə access point yazıb axtarış versək, AP yazıb axtarış verdikdə istədiyimiz məlumatlar çıxmadığına görə access point tam olaraq yazıb axtarış verirəm və çıxan səhifədən şəkillər bölməsinə daxil olub burada biz bir neçə firmanın access pointlərini görə bilərik. İndi isə gəlin mən sizə access point-in, yəni tam olaraq nəyə yaradığını göstərim. Şəkil üzərində daha doğrusu göstərməyə çalışım. Deyək ki, bizim yəni providerdan gələn bir xəttimiz var. Bu xəttin qoşulduğu bir qurğu var. Təbii ki, bu router ola bilər, firewall ola bilər. Və bu qurğudan bir daxili xətt çıxaraq bizim gəlib, yəni ofisin içərisində olan switch-ə qoşulur. Buradan yəni daxildə olan kompüterlərə, printerlərə və sair yəni qurğulara, deyək ki, kameralara və sair qurğulara, yəni şəbəkə üzərindən məlumatlar ötürülür də, bir sözlə belə deyək, şəbəkəyə qoşulmuş olur. Və biz burada boş olan portların birindən bir ədəd Ethernet kabel vasitəsilə xətt gətirib Unify yəni qurğumuzu, daha doğrusu Unify deyəndə üzr istəyirəm, access point-imizi taxsaq və həmin access point-i biz konfiqurasiya etsək, artıq SIM ilə gətirdiyimiz şəbəkəni radio dalğalar vasitəsilə yaya bilərik, yəni davam elətdirə bilərik. Deməli, access point bizə simli şəbəkəni simsiz şəbəkəyə çevirməyə, yəni kömək edən bir qurğudur. İndi isə keçək növbəti, yəni bir daha doğrusu slayda, üzr istəyirəm. Burada biz müxtəlif wireless, yəni network interface kartları görürük. Bunlardan kiçik tipli olanları da var. Yəni sanki bir flash karta bənzəyərmiş kimi olanları da var. Və daha böyük olanları da var. Təbii ki, yəni şəbəkə kartı nə qədər böyükdürsə, o qədər tutum gücü, yəni məsafə cəhətdən tutum gücü daha yüksəkdir. İndi isə WAN şəbəkəsi haqqında danışaq. WAN şəbəkəsi əslində bir neçə şəbəkələrin, daha doğrusu yəni yüzlərlə, minlərlə şəbəkənin bir-birinə qoşulması vasitəsilə yaranan bir şəbəkə növüdür. Yəni hər hansı, belə deyək də, ölkələr arasında misal göstərək. Sev, bizə mən sizə belə bir ya da Google üzərindən baxsaq məncə daha doğrudur. WAN yazıb axtarış versək məncə daha uyğun bizə şəkillər görsənər. Və gördüyünüz kimi. Yəni hər hansısa bir evdə olan daxili şəbəkə, hər hansısa bir ofisdə olan daxili şəbəkə, bunlar bir-birləri ilə, yəni providerlar əlaqəsilə vasitəsilə əlaqə saxlaya bilir. Providerlar da
yəni bütün dünyaya bizim çıxışımızı təmin edir. Onların da bir-biri ilə yəni əlaqəsi var. Başqa daha uyğun bir şəkil olsaydı mən sizə göstərərdim. Əslində burada hansına baxsaq, yəni eyni nəticəyə gəlib çıxırıq. Yəni bir neçə lanın birləşməsində. Bir neçə dediyimiz təbii ki, burada yəni 5-10-dan söhbət getmir də, daha yüksək miqdarda olan daxili şəbəkələrin bir-biri ilə əlaqələşməsi vasitəsilə yaranan şəbəkə növüdür. Gəlin indi şəbəkə kartları haqqında danışaq. Hər hansı bir qurğunun şəbəkəyə qoşula bilməsi üçün qoşulma formasından asılı olaraq ona bir fiziki bağlayıcı lazım olur. Yəni bu şəbəkə kartı adlanır. Şəbəkə kartına qısaca Network Interface Controller, yəni NIC deyilir və ya da Network kart deyilə də bilər. Yəni bu tərzdə də deyildiyini eşidə bilərsiniz. Şəbəkə kartı məlumatı hissələrə bölərək şəbəkə vasitəsilə digər qurğuya göndərir. Həmin məlumatı qəbul edən digər qurğunun şəbəkə kartı isə hissələrə bölünmüş məlumatı yenidən birləşdirərək bütöv hala gətirərək əməliyyat sisteminə ötürür. Həmin bu hissələr yəni frame adlanır. Bir də bəzən buna paket deyilir. Lakin paket yəni frame'in bir hissəsidir və bunun içərisində məlumatı göndərən və qəbul edən hostlara MAC adresləri yəni qeyd olunmuş olur və burada məlumatın konkret olaraq yəni hansı qrupdan destination və source-ları daha doğrusu yəni qəbul edən qrupun hansı, məlumatı göndərən qrupun hansı olduğu aydın olur. İndi isə gəlin biz MAC adreslər haqqında danışaq. Dünyada olan bütün şəbəkə kartlarının özünə məxsus, yəni fərdi identifikasiya kodu olur, nömrəsi olur. Buna MAC adres deyilir. Yəni Media Access Control deyilir və MAC adreslər birlər və sıfırdan ibarət olan, yəni ikili sayı sistemində olur və 48 bit uzunluqda olur. MAC adreslər ikili sayı sistemində olur və 48 bit uzunluqda olur. Lakin ikili sayı sistemində ifadə etmək çətin olduğuna görə 16-lı sayı sistemində, yəni hexadesimal sayı sistemi ilə o ifadə edilir. İndi isə gəlin keçək, deməli, Ethernet haqqında danışaq. Nədir Ethernet? Məlumatların bir network kartdan digər network karta göndərilməsi üçün müəyyən standartlar var. Bu standartlardan biri də Ethernet standartıdır. Ethernet şəbəkələri əsasən 4 sürətdən ibarət olur. 10 megabitlik, 100 megabitlik, 1000, yəni 1 gigabitlik və 10 gigabitlik. Düzdür, son zamanlarda yəni 100 gigabitlik olan versiyası da mövcuddur. Şəbəkənin sürəti bandwidth adlanır. Və Ethernet yəni standartının istifadə olunduğu təbii ki, bir kabel növləri var. Amma daha çox Ethernet şəbəkələrində əsasən UDP, yəni UDP kabellərdən istifadə edilir. Şəbəkə isə əsasən Starbus metodu ilə, topologiyası ilə qurulur. Bütün hostlar bir-biri ilə sublar və ya da switchlər vasitəsilə əlaqələndirilir. Və Ethernet vasitəsilə qoşulmuş qurğu, daha doğrusu qurğular arasında olan məsafə 100 metrə qədər olmalıdır. Yəni 100 metrdən çox olduqda artıq Ethernet bunu dəstəkləmir. Yəni Ethernet kabellər bunu dəstəkləmir. 100 metrə qədər olur. Hostla switch arasında olan qoşulma segment adlanır. Və dediyimiz kimi bu segmentlər arasında olan qoşulmanın yəni məsafəsi maksimum 100 metrə qədər olmalıdır. İndi isə gəlin keçək növbəti slaydımıza. Burada biz hub qurğusu, switch qurğusu, router
qurğusu və bridge anlayışı barədə məlumatlarımız var. Deməli, xab nədir? Gəlin mən sizə onu Google Chrome üzərində yazaraq göstərim. Deməli, sadəcə xab yazıb məncə axtarış versək çıxacaq. Şəkillər bölməsinə daxil olsaq, burada həm şəbəkə üçün olan xabı, həm də USB xabları görə bilərik. Deməli, dediyimiz kimi xabda deyək ki, burada misal üçün 8 qoşulma portu olan bir xab var və 7-ci portdakı qurğu məlumat göndərir və göndərdiyi destination-da deyək ki, 2-ci portdadır. Bu zaman xabda məlumat bütün portlara belə deyək də dağılır və bir-bir lorry dediyim soruşulur. Yəni bu məlumat sənə aiddir, bu məlumat sənə aiddir, bu məlumat sənə aiddir, ta ki 2-ci porta gəlib çatana qədər. Həm burada məlumat məncə daha sürət baxımından daha aşağı düşür, təhlükəsizlik baxımından. Lakin switch-də smart qurğu olduğuna görə, ağıllı qurğu olduğuna görə konkret, source və destination-da MAC adresi olduğuna görə deyək ki, göndərən 7-ci portsa qəbul edin, 2-ci portsa onsuz da paketdə qəbul edənin MAC adresi olduğuna görə sorğu bütün portlara bir-bir göndərilir. İndi isə və burada bir neçə xab nümunələri görə bilərik biz. Firmasının heç bir fərqi yoxdur. Onsuz belə deyim, avadanlıq smart deyil deyə heç bir rol oynamır. İndi isə switch haqqında danışaq. Switch dediyim kimi xabın daha ağıllı variantıdır və burada da qeyd olunduğu kimi switch lazım olan paketi lazım olan yerə göndərir. Konkret olaraq MAC adresi, source və destination MAC adresi olduğuna görə məlumatı konkret ünvana göndərir. Deyək ki, switch yazıb axtarış versək və burada gördüyünüz kimi müxtəlif firmalara switch çıxacaq. Oyun konsolu çıxmasın deyə mən burada Cisco yazıb axtarış versəm. Gördüyünüz kimi burada Cisco'nun biz switchlərini görürük. Switch firmaları içərisində ən keyfiyyətlisi və ən brendi, Cisco və daha çox rast gələcəyimiz də Cisco'nun switchləri. İndi isə bridge anlayışına daha doğrusu router'a deyək. Router iki fərqli şəbəkə arasında məlumat ötürmək üçün istifadə olunan qurğudur. İki fərqli tip şəbəkəni birləşdirmək üçün istifadə olunan qurğuya router deyilir. Və gördüyünüz kimi daha çox biz TP-Link firmasının routerlarla rast gəlirik praktikada da. Hətta bir çoxumuzun evində də demək olar ki, TP-Link routerları mövcuddur. Bridge anlayışı hərf tərcümədə də, ingiliscə tərcümədə də körpü deməkdir və elə şəbəkədə də bu anlayışı yerinə yetirdiyinə görə bridge adı verilir. Məsəl üçün, nümunə olaraq burada da qeyd olunur. ADSL modem analog telefon siqnallarını digital şəbəkə siqnallarına çevirərək kompüterimizə ötürür. Gördüyünüz kimi bridge rol, körpü rolunu oynayır və bir-birinə bənzəməyən şəbəkələri birləşdirmə məqsədi ilə istifadə olunur. Gəlin keçək növbəti slaydımıza. Deməli, burada biz Ethernet şəbəkələrində ən çox istifadə olunan kabellər olan UTP-dən danışacağıq. Burada kabelin içərisində tellər bir-birinə bulunmuş formada olur, variantda olur və bunun UTP-nin bir neçə növ var kabel tipi olaraq. Cat 5, Cat 5Y, Cat 6, Cat 6A və Cat 7. Düzdür, daha çox praktikada Cat 6 ilə rastlaşacaqsınız, Cat 6 kabellərini görəcəksiniz. Bunlar bir-birindən həm sürət baxımından, həm də ki, dözümlülük, keyfiyyət baxımından fərqlənir. Cat 1, Cat 3, bunlar
çox köhnə bir kabellərdir. Yəni indiki dövrdə praktikada rastlaşmazsınız yəqin ki. Və daha çox dediyim kimi rastlaşacağımız cat-altı kabellərdir. Bunlar məsafə olaraq 100 metr dəstəkləyir, yəni bir host ilə digər host arasındakı qoşulma, yəni 100 metr məsafədə olmalıdır maksimum və 10 giqabit, yəni sürəti 55 metr məsafədə dəstəkləyir. 100 metr əgər məsafə varsa, burada artıq 1 giqabit, yəni sürət dəstək. Cat-6a isə 10 giqabit, yəni sürəti 100 metrdə dəstəkləyir. Bunlar haqqında, yəni internetdə araşdırma edərək daha ətraflı məlumatlar əldə edə bilərsiniz. Mən sizə sadəcə müəyyən qədər bildiklərimdən və ilkin olaraq, sadəcə anlayış olaraq, yəni məlumat vermək istəyirəm, paylaşmaq istəyirəm. Və burada da gördüyünüz kimi Cat1, Cat2, Cat3, Cat4, Cat5, Cat5Y, Cat6 onlar haqqında məlumatlar qeyd olunub və hansı illərdə, yəni çıxıldığında, daha doğrusu istehsal ili qeyd olunub. İlk dəfə nə vaxt istehsal olunub. Və gördüyünüz kimi ən sonuncu olaraq 2018-də Cat 8.2 yəni qeyd olunub. Cat 7 2010-cu ildən istehsal olunur. Cat 6 isə 2002-dən. Bunlar haqqında dediyim kimi internet üzərindən ətraflı məlumat əldə edə bilərsiniz. Mən sadəcə anlayışınız olsun deyə bunları sizə göstərirəm. Və bu kabellərin, yəni ucluqları olur, yəni cekləri olur və bu ceklərin yəni vurulma standartı olur. Əvvəllər bu kabelin, yəni deyək ki 1 metrlik kabeldir. Bunun bir tərəfini başqa standartda, digər tərəfini isə başqa standartda vurmalıydıq ki, bu işləsin. Və bunun standartı T568A, T568B standartı. Lakin indiki dövrdə artıq biz iki tərəfini də eyni standartda vurub istifadə edə bilərik. T500 indiki dövrdə ən çox istifadə olunan standartı isə T568B standartıdır və bu şəkildə də görsəndiyi kimi belə deyək, ağ narıncı, narıncı, açıq yaşıl, göy, açıq göy, yaşıl, açıq qəhvəyi və qəhvəyi rənglər ardıcıl şəkildə 1 metrlik, misal üçün 1 metr deyirəm təbii ki, 1 metrlik kabelin həm bu ucunu, birinci ucunu, həm ikinci ucunu da eyni standartda vursaq və yəni bu ucluğu vuran zaman heç bir problem olmasa, düzgün qaydada vursaq, yəni problemsiz olaraq bizim yəni kabelimiz, şəbəkə kabelimiz işləyəcək. Deməli, internet kabeli üçün olan ucluq RJ45 adlanır. Bunun telefonlar üçün olan versiyası da mövcuddur. Bu isə RJ11 adlanır. Yəni analog telefonlar üçün. Gəlin mən sizə Google Chrome üzərində bunu göstərim. Deməli, RJ45, RJ11. Gördüyünüz kimi bu şəkildə və bu şəkildə tam aydın olaraq həm RJ11-i, həm də RJ45-i görə bilərsiniz. Mən bir də sizə belə bir şey deyim. Gördüyünüz kimi, yəni bu istəyir Cat6, Cat7 kabel olsun. 8 jivadan ibarətdir və bu şəkildə də görə bilərsiniz bunları. Bir-birindən vurulmuş, yəni variantda olur. Bu 8 jivadan hamısını vursaz, tam idealdır. Sadəcə bəzən ola bilər ki, şəraitdən asılı olaraq sizə sadəcə internet lazımdırsa, burada 1, 2, 3 və 6-cı kabelləri vursaz, sadəcə internet istəyirsinizsə, yəni o zaman internet əldə edə biləcəksiniz. Lakin POE, yəni enerji falan bu tipli şeylər istəyirsinizsə və tam olaraq sürət əldə etmək istəyirsinizsə, 8 jivanı, yəni 8-ini də vurmalısınız. Lakin dediyim kimi, bunu deyirəm ki, yəni nəzərinizdə qalsın ki, 1, 2, 3 və 6.
bunları vursanız internet əldə etmiş olacaqsınız. Ola bilər ki, sizdə deyək ki, kabel divarla gedib, birində nəsə problem var. Sadəcə sizə internet lazımdır, yəni başqa heç bir şey. Və bu zaman 1, 2, 3, 6-cı jilalardan istifadə edərək, yəni ceki vura bilərsiniz. Gəlin keçək növbəti şəklimizə. IP adres. Ya bu IT-də hər zaman eşitdiyimiz bir termindir. Açılışı internet protokoldur. IP adres nədir? Şəbəkəyə qoşulmuş qrupunun rəqəmlərdən ibarət elektron ünvanına IP adres deyilir. Yəni bu tərifi yadda saxlasanız və məncə sizə kim IP adresi nədir sual versə, bu cür cavab versəz, yəni kifayət qədər qənaət bəxş bir cavab olacaq və IP adreslər, yəni IP adresin özünün də iki növü var, belə deyək. IPv4 və IPv6. İndiki dövrdə, yəni daha çox bizim istifadə etdiyimiz IPv4-dür. Bunların nə fərqi var, belə deyim. IP sayfər. Sadəcə indiki dövrdə o qədər, yəni texnoloji inkişaf edir, şəbəkə avadanlıqları o qədər çoxalır ki, artıq IPv4 kifayət etmir. Buna görə də yavaş-yavaş artıq IPv6-ya keçid, yəni başlayır. Hələ ki amma ən çox istifadə olunan, yəni IPv4-dür. IPv4 4 hissədən ibarətdir. Cəmi 32 bitlikdir və hər hissə 8 bitdən ibarət. Yəni burada misal üçün bir IP adresi var, 202.34.16.11. Hər hissə 8 bit və cəmi 32 bitdən ibarətdir. Deməli, sonra gəlin belə bir şey göstərim mən sizə. Deyək ki, yəni sizə deyirlər ki, kompüterin IP adresinə bax, bunu necə edəcəksiniz? Windows 10 bir əməliyyat sistemi istifadə edirsinizsə, sağ düymə vurursunuz, yəni Wi-Fi olsun, istəyirsiniz də Ethernet kabelinə qoşulmuş olsun, heç bir fərqi yoxdur. Sağ düymə Open Network Internet Settings, Change Adapter Options və burada hansı, yəni şəbəkə interfeysinə kartı ilə qoşulmusunuzsa, yəni Wi-Fi ilə qoşulmusunuzsa, Wi-Fi, LAN kabel ilə qoşulmusunuzsa, LAN kabel. Mən də hal-hazırda, yəni notebook'umda LAN kabel şəbəkə kartı olmadığına görə, yəni Ethernet şəbəkə kartı olmadığına görə onu burada görməyəcəksiniz. İndi isə mən Wi-Fi şəbəkə kartının üzərində 2 dəfə klikləyərək açılan səhifədə Details bölməsinə daxil olaraq IPv4 hissəsinə, IP adresinə baxa bilərəm. Hal-hazırda mənim IP adresim 192.168.100.46. İndi isə gəlin buradakı digər məlumatları mən sizə, yəni slaydda göstərəcəyim həmin məlumata mən bunu sizə burada da göstərmiş olacağam. Bir də belə bir şey göstərim. Deyək ki, Windows 10 deyil, 11 əməliyyat sistemi işlədirsiniz və yaxud 7 işlədirsiniz. Yəni fərqli bir üsulla IP-yə baxmaq istəyirsiniz. Bu zaman Pushka CMD yazaraq axtarış veririk. Açılan səhifədə ipconfig yazaraq enter vururuq və biz burada hansı şəbəkə kartına baxmaq istəyiriksə, onun IP adresinə baxa bilərik. Mən də hal-hazırda wireless, yəni Wi-Fi vasitəsilə qoşulduğuma görə 192.168.100.46 IP adresini görürəm. Bir də belə bir şey var. Yəni bir şəbəkədə bir IP adresdən, yəni bir neçədən ola bilmir. Məsəl üçün, burada necə idi? 192.168.100.46 mənim IP adresimdir. Yəni başqa heç bir qurğuda 100.46 ola bilməz. Əgər bu baş versə, deməli şəbəkədə IP konflikt yaranır. Yəni IP konflikt nədir sual versələr sizə, şəbəkədə bir IP-də əgər bir neçə dənə olarsa, bu zaman yaranan hadisəyə IP konflikt deyilir. Bir də bu
IP-lərin, yəni klassları olur, sinifləri olur. A, B, S, D, Y, F klassları var. Daha çox, yəni istifadə olunan klass C klass IP adresdir. Hə, bunların nə fərqi var? Yəni qoşulma sayı daha çox. Bizim gündəlik istifadə, yəni gündəlik olaraq istifadə etdiyimiz IP adreslər, məsələn, evlərdə olsun, çox evdə, yəni 192.168 ya 1.0 şəbəkəsidir, ya da 192.168.0.0 şəbəkəsidir. Bunlar C klass gedir. Yəni mən sizə belə bir şey də göstərim. IP class yazaraq axtarış versək, aha, biz burada daha ətraflı məlumat olan bir şəkil. Əslində bu yaxşı. Hə. Yəni mən sizə burada göstərim. Deməli, A klass IP adres başlayır 1000.dan 126.255.255.255-ə qədər. Sonra B klass 128.000-dan 191.255.255.255-ə qədər. Dediyim kimi, standart olaraq istifadə olunan C klass 192.000-dan başlayır 223.255.255.255-ə qədər. D ilə Y klassı isə bunlar, yəni rezerv edilmiş klasslardır. Bu xüsusi məqsədlər üçün istifadə olunur. Gündəlik olaraq, yəni elə bu IP adreslərə rast gələ bilməzsiniz. Böyük ehtimalla ki, gəlməyəcəksiniz. Hə, bir də bu IP adreslər iki tip olur. Yəni public və private. Yəni daxili və qlobal IP-lər. Yəni mənim bayaqları baxdığım 192.168 100.46 IP-si mənim daxili IP-imdir. Yəni lokal şəbəkəndə olan, yəni mənim hostumun IP adresi. Lakin niyə də bunu mən bir neçə slayd sonra gəlməli onu izah etməliyəm. Hə, bir də public IP-lər olur, qısa belə deyim. Public IP-ni öyrənmək üçün my IP yazaraq Google-a baxa bilərsiniz. Bir də belə bir şey var. Yəni daxildə neçə user olursa olsun, hər birinin daxildə IP adresləri fərqli olsa da public IP-si eyni olur. Yəni standart olaraq eyni olur. İndi isə burada başqa nə məlumatlar var? Deməli, şəbəkənin ölçüsünü subnet mask müəyyən edir. Subnet mask nədir? Məsəl üçün, burada bir IP adres qeyd olunub 192.168.4.33. Nədir bu? Yəni hansısa bir hostun daxili IP-sidir. Subnet mask 255.255.255.0. Yəni məndə də fikir verdiysəniz belə idi. Bu C klass bir IP adresdir. Burada yəni hər belə deyək də nöqtə, necə ki 192 nöqtə, burada da gördüyünüz kimi 255 nöqtə. Yəni bunların hər biri 4 hissə bir-birinə sanki altda yazılmış kimi siz təsəvvür edin. Gəlin lap belə bir şey edək. Gəlin belə bir şey edək, deməli. %92.168 öz IP adresimi qeyd edeyim, deyək ki 46.255.255.255 və 0. Gördüyünüz kimi, yəni hər birinci nöqtə IP adresin subnet maskın birinci nöqtəsindən, yəni eyni gəlir. Bu nə deməkdir? Subnet maskın, yəni burada 255 olması bunu bildirir ki, bu hissələr, yəni 255-lər dəyişilə bilməz. Yəni mənim IP adresim, mənim şəbəkəm, IP adres hissəsi ancaq sonuncu 0 yazılan hissədə dəyişilə bilər. Burada da dəyişilmə, yəni 1-dən 254-ə qədərdir.
Yəni belə C klass şəbəkədə IP adresinin sonu siz heç vaxt 192.168 100.0 görə bilməzsiniz və yaxud da ki 100.255 görə bilməzsiniz. Yəni bir C klass şəbəkə olacaq. Belə deyim, 1-dən başlayacaq, bir də böyük ehtimal ki, routerun IP adresi olacaq, ta ki 254-ə qədər. Yəni belə çıxır ki, bu şəbəkədə 254 dənə qoşulma ola bilər. Hə, yox, bizə daha artıq böyük bir şəbəkə lazımdırsa, o zaman burada bir dənə deyək ki, 0 silirik, daha doğrusu 255'i 0 qeyd edirik. Artıq burada 100 də dəyişilə bilir. Bu zaman şəbəkə necə olur? Yəni hardan başlayır, harda bitir? Gəlin belə deyək də, start olur 192.168.0.1-dən end, yəni son IP olur 192.168.255.254-ə qədər. Yəni başlanğıc və son IP adres belə olur. Və burada B klass olduğuna görə B klassda 65.000 nə qədərsə IP olmalıdır, tam dəqiq bilmirəm. Yəni sizin bu qədər çox böyük bir IP-yə ehtiyacınız varsa, yəni bunu bu çıxış yolu, bu həll yolunda yəni istifadə edə bilərsiniz, vəziyyətdən çıxa bilərsiniz. Bir sözlə belə deyim. Yox, standart, yəni 254 dənə IP sizə qane eləyirsə, yəni C klassda saxlaya bilərsiniz. İndi isə keçərik. Deməli, burada da gördüyünüz kimi, yəni subnet mask IP adresin hansı hissəsini hostda, yəni dəyişən hissəsinin hansı hissəsinin olduğu və hansı hissəsinin network'a aid olduğu. Yəni 255'lər network, 0 hostu bildirir. Başqa nə göstərə bilərəm? Default olaraq A klass IP adresinin subnet maskı 255.0.0.0'dır. B klassın 255.255.0.0'dır. C klassda 255.255.255.0. Gördüyünüz kimi 255'lər networku, 0'lar hostu bildirir. Host nə qədər çoxdursa, o qədər IP adres daha çoxdur. NAT deyilən bir anlayış var. Bu nədir? Yəni açılışı Network Address Translate-dir. WAN şəbəkəyə çıxır. Düzdürmü? Bu lokalda olan qurğular, yəni WAN-a, internetə çıxış əldə edir. Bu NAT vasitəsilə başa gəlir və mənim bayaq dediyim kimi, daxildə olan qurğular, daxildə IP adreslər fərqli olsa da, yəni public IP-ləri eyni. Və daxildəki IP-nin bu public IP-yə çevrilməsinə, yəni bu translate olmasına, çevrilməsinə NAT deyilir. Bu çevrilməni yəni bizim firewall, router, yəni bu qurğular eləyir. Yəni bizim internetlə təmin edən qurğu hansıdırsa o edir. Düzdür. Bəzən olur ki, düzdür, bu ev şəraitində olmur. Təbii ki, bu ancaq şirkətlərdə hər hansısa bir qurumda ola bilər. Yəni evdə belə bir şeyə ehtiyac olmur deyə, yəni belə bir şeylə rastlaşmamışam, yəqin ki, siz də rastlaşmazsınız. Bir neçə dənə public IP ola bilir. Belə bir vəziyyətdə olur. Lakin bunu dediyim kimi, yəni xüsusi bir qurumlarda, xüsusi bir şirkətlərdə rastlaşa bilərsiniz belə bir şeylə. Və gateway, default gateway, yəni bu anlayış haqqında danışaq. Nədir? Bunu qısaca belə deyə bilərik ki, default gateway bizi internetə, yəni çıxardan IP adresdir. Necə deyək, məsəl üçün bizim şəbəkəmiz var, deyək ki 192.168.1.0 şəbəkəsidir və routerumuzun və yaxud da firewallumuzun IP adresi 192.168.1.1-dir. Bizim default gateway'imiz bu zaman 192.168.1.1-dir. Mən burada IP adresə də baxanda görəcəksiniz ki, default gateway 192.168, yəni 101-dir.
Mənim şəbəkəm 192, 168, 100 şəbəkəsi olduğuna görə default gateway'im də 100.1. Subnet maskım 255, 255, 255, 0. Deməli, belə deyək də, bizim, yəni bir şəbəkədən digər şəbəkəyə keçməyimiz üçün qapı rolu oynayır default gateway. Bir də DNS yəni anlayışı var. Bu DNS anlayışı nədir? Bunu telefonunuzun yəni kontaktı kimi yadınızda saxlaya bilərsiniz. Yəni kontaktda necədir? Məsəl üçün biz ad qeyd edirik və bu adın qarşılığında bir nömrə olur. Burada da belə. Dünyada olan bütün saytların, yəni arxasında bir IP adresi var. Misal üçün, deyək ki, Google IP adresi budur. Biz götürüb belə deyək də, axtarış brauzerimizə istəyir bu IP adresi yazaq və yaxud da istəyir google.com yazaq, biz gedib eyni sayta çıxacağıq. Yəni bütün YouTube olsun, yəni Facebook olsun, bütün saytların arxada bir IP adresi var. Lakin DNS bunu bizim üçün, yəni konvert eləyir, çevirmə eləyir. IP-lər çünki belə deyək də, necə ki, hamının nömrəsini biz əzbərə yadımızda saxlaya bilmirik. Buna görə DNS-dən istifadə olunur ki, adları IP adresə, IP adresi isə adlara çevirsin. Çevirsin demək, buna daha doğrusu qarşılığını tapsın deyə, yəni bu IP adresin qarşılığı nədirsə, yəni bunu bizim üçün tapsın. Və yaxud da ki, bu domenin qarşılığı hansı IP adresidirsə, onu bizim üçün tapsın. Və burada da gördüyünüz kimi qeyd olunub, IP-ləri domen adlarına, domen adlarını da IP-lərə çevirən mexanizm DNS adlanır. Domain name service. APIFA nədir? Belə deyək də, bəzən olur şəbəkəyə qoşulursunuz, məsələn, LAN kabel vasitəsilə qoşulmusunuz, lakin internetə çıxa bilmirsiniz, yəni Globus xəta falan belə bir şeylər görürsünüz, yəni internetə çıxışınız yoxdur bir sözlə. Lakin qoşulub baxsaq, biz görəcəyik ki, burada bir IP adresi yazılıb, 169, 254, sonrası da hər nəysə də, yəni hər dəfə fərqli ola bilər. Gördüyünüz kimi, yəni subnet maskı 255, 255, 00 olduğuna görə ilk 2 dənə 255 olan hissəsi, yəni 169, 254 hissəsi dəyişilmir. Növbəti 2 hissə isə dəyişilə bilər. Hər hansısa bir IP adres ola bilər. Bu nədir? Belə deyək də, bu IP-ni bizə, yəni routerumuz, firewallumuz, yəni DHCP serverimiz vermir. Sadəcə nəsə bir xəta baş verir, əməliyyat sistemi müvəqqəti olaraq belə bir IP adres verir. Bu da demək olar ki, heç nəyə yaramır, yəni nə internetə çıxa bilmərik. Yəni sadəcə öz daxilində danışıla bilər, yəni IP səviyyəsində danışılan söhbət gedir təbii ki. Yəni bir internetə çıxış falan belə bir şeyi təmin etmir. Yəni nə hardasa siz görsəz ki 169, 254, 13 məsəl üçün 152, dediyim kimi bu son 2 hissə dəyişə bilər. Yəni 169, 254-dən başlayan IP görsəz, bilin ki, bu APIFA. İndi isə gəlin bir mövzu haqqında danışaq. Deməli, mən sizə bayaqdan IP adres belə gəldi, belə getdi. Yəni danışıram. Bəs yaxşı, bu IP adres, yəni hardan gəlir də? Şəbəkəyə qoşulmuş qurğuya avtomatik IP adres, yəni paylayan sistemə DHCP server deyilir. Yəni DHCP server deyilən bir anlayış var, gəlin mən sizə DHCP server yazaq. Aha, burada bir uyğun şəkil seçək özümüz üçün. Misal üçün gəlin bunun üzərində göstərək. Deyək ki, bizim burada şəkildə görsəndiyi kimi 172.27 100.0 yəqin ki, hərbdə yuxarıda qeyd olunur. 172.27 100.0. Bir də /24 görsəz, bu 255, 255, 255 0 demək. Yəni /24. Bu necə hesablanır? Mən sizə demişdim, IP adres 4 hissədən, hər hissə 8 bitdən ibarət. Burada da 3 dənə 255 olduğuna görə hər hissə, yəni 3 dənə 255
3'ü belə deyək, bura 8-ə 24. Yəni belə deyək, burada /16 görsəz, bu 255, 255, 0, 0 deməkdir. /8 görsəz, 255, 0, 0, 0 demək. Hal-hazırda burada, yəni 255, 255, 255 sıfırdır. Subnet mask. Şəbəkəmiz isə 172, 27, 100.0 şəbəkəsi. Və burada, yəni belə deyək də, DSP serverimiz var. Şəbəkəyə qoşulmuş qurğulara avtomatik olaraq IP adres paylayır. Eyni qaydada bu şəkildə də 192.168.0.0 şəbəkəsidir. Yəni DSP server şəbəkəyə qoşulmuş hər bir qurğuya IP adres. Düzdür, yəni bunun daha ətraflı izahını verə bilərik bütün mövzulara. Burada IP adresin olsun, DSP-nin olsun, DNS-in olsun. Sadəcə dediyim kimi, bu video şəbəkə haqqında ilkin anlayışlar və bacardığım qədər, yəni loru dildə desək də, belə deyək də, yəni loru dildə danışaraq sizə bacardığım qədər sadə dildə izah etməyə çalışdım. Bu video təbii ki, siz professional bir şəbəkəçi olmaq istəyirsinizsə, bu video sizin üçün yetərli olmaz təbii ki. Yəni sadəcə şəbəkədən anlayışınız olsun istəyirsinizsə, bu video məncə sizin, yəni yeni başlayan biri üçün yetərli olacaq. Ən azından anlayış yaranacaq və davamını internet üzərində axtarış edərək, məsəl üçün DHCP server nə işə yarayır, bunu öyrəndiniz. Artıq DHCP serverdə nələr var, bunları daha ətraflı öyrənə bilərsiniz. İndi isə keçək deməli növbəti slaydımıza və bu son slaydımızdır. Burada sadəcə 5 dənə sual var. Yəni bu sualları artıra bilərdim əslində. Bir qismini mən vermək istədim, digər qismini özünüz istəyirəm, özünüzü sual yaradaraq təkrarlayasınız. Burada 5 dənə sual var. IP adres nədir? Mən bu video içərisində izah etmişəm. Videoya baxdıqdan sonra bu suallara məncə cavab verə biləcəksiniz. Əslində bu sualları daha çox verə bilərik. Dediyim kimi, amma istəyirəm ki, özünüzə sual hazırlayaraq praktik edəsiniz. Bir də çalışın bu tip bir şeylər öyrənəndə nə qədər ki, özünüzdə qeyd aparsanız, istəyir, yəni bir qeyd dəftəri tutun, istəyir bir Word dokument açıb orada qeyd edin, fərqi yoxdur, sizə necə rahatdır. Yəni qeyd etsəniz, məncə öyrənmə prosesini daha tezləşdirmiş olacaqsınız. Birinci sualımız IP adres nədir? İkinci sualımız MAC adres nədir? Üçüncü sualımız subnet mask nədir? Dördüncü IP conflict nədir? Beşinci sualımız ise Wi-Fi'nin hansı standartı var? Dayan bir sözlə. Gəlin bir sual da əlavə eləyək. Məsəl üçün default gateway nədir? Eyni qaydada siz davam edirsiniz. Bandwidth nədir? Yəni bu qaydada özünüz üçün ən azından bu videodan bir 15 dənə falan sual hazırlaya bilərsiniz. Oldu dostlar. Sağ olun, salamat qalın. Videoları bəyənirsinizsə kanala abunə olub like atmayı unutmayın. Sağ olun, salamat qalın.